Ali təhsil müəssisələri arasında NHN plus üstəgəl Brain Ring formatında intellektual yarış keçirilib. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə əsr olunmuş intellektual oyun Bakı Politologlar Klubunun təşəbbüsü ADA Universitetinin dəstəyi ilə başlayıb. Əvvəlcə Ulu Öndərin çoxşaxəli dövlətçilik fəaliyyətindən, müstəqilliyin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən, eləcə də əsasını qoyduğu gənclər siyasətindən danışılıb və qeyd edilib ki, dahi liderin fəaliyyətinin gənclər tərəfindən öyrənilməsi çox vacibdir. Yarışda 11 ali təhsil müəssisəsinin tələbələrindən ibarət intellektual komandalar iştirak edir. Tərtib edilmiş suallarda da Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə hər tərəflə nəzər salınıb. Sonra yarışa start verilib. Finala yüksələn 3 universitetin komandası diplom, medal və kubokla mükafatlandırılıb. Digər ali təhsil müəssisələrinin komandalarına isə sertifikatlar təqdim edilib. Bəli, əziz dostlar, ümumiyyətlə lazımdır və bəzən talantlar, bəzən geni olan uşaqlar, biz Zaur Məmmədovu görürük, politoloq, bəli, və əslində uşaqların test suallar anidən, yəni nə, harda, necə bu və Brain Ring sualları eyni zamanda da beyni daha da tez işləməyə, məntiqi daha tez işə düşməyə də kömək edir. Çox gözəl oyunlardır və gəlin elə Zaur Məmmədovun özünü görək və eşidək və Bakı Politologlar Klubunun sədrdir eyni zamanda. Tələbələr iki sistemdə yarışdılar. Bu Brain Ring formatındaydı və intellektual yarış formatındaydı ki, hər iki formatda onlar kimin daha güclü olmasını göstərdilər ki, bir neçə mərhələdən ibarət və bir gün təşkil edən tədbirdə Dövlət İdarəçilik Akademiyasının tələbələri birinci yer, Gömrük Akademiyasının tələbələri ikinci yer və ADA Universitetinin tələbələri üçüncü yerə layiq görmüşlər. Çox xoş haldır ki, sualların çətin və orta olmasına baxmayaraq, tələbələr çox yüksək səviyyədə Ulu Öndərlə bağlı biliklərə malik olduqlarını nümayiş etdirmişlər.